Deməli, zob xəstəliyinin əlamətləri sadə, başa düşülən tərzdə məlumat verməyə çalışıram. Birinci növbədə zob nədir onu deyim. Zob qalxanvarı vəznin böyüməsinə deyilən bir ümumi addır. Zobun növləri çoxdur, zəhərli növləri var. Hormonu fəallığı normadan aşağı olan tənbəl zob kimi tanınan növləri var. Demək, qalxanvarı vəzi boynun ön nahiyəsində yerləşən balaca bir vəzidir. Onun böyüməsi zamanı xəstələr udqunma zamanı diskomfort hiss edə bilirlər, boğulma hiss edə bilirlər, arxa üstə yatdıqda nəfəs darlığı kimi bir hissiyat hiss edə bilirlər. Bəzən qalxanvarı vəznin böyüməsi, bəzən isə böyümədən onun fəallığının dəyişməsi nəticəsində şikayətlər ortaya çıxır. Bunun özünü də iki qrupa bölürük. Fəallığın normadan aşağı olması ilə gedən xəstəliklər, buna hormonların ifrazının azalması aiddir. Buna hipotireoz deyilir, yəni vəznin hipofunksiyası, az çalışması. Bu özünü hansı əlamətlərlə biruzə verir? İnsanlar tez yorulur, halsız olur, bədən temperaturları aşağı düşür, yəni tez-tez üşüyən olurlar, çəkini atmaqda çətinlik çəkirlər, yəni qida azalsa belə, yəni pəhriz gözləsələr belə, bədən çəkisini azalda bilmirlər, saç tökülmə onları narahat eləyir, daimi yuxulu ola bilirlər, yaddaş zəifliyi və dəri quruluğu kimi şikayətlər ortaya çıxır. Həzm sistemində qəbizlik kimi əlamətlər ola bilər. Bunlar qalxanvarı vəznin az çalışmasını göstərən işarətlərdir. Bir də vəznin hiperfunksiyası var, yəni funksiyanın normadan artılığı. Bu özünü necə göstərir? Tez-tez ürək döyünmələri şəklində istilik gəlmələr, arıqlama halları, tərləmə halları, artıq dərəcədə kalor almağa baxmayaraq çəkini yığa bilməmək, yəni arıq olması narahat edir pasiyentləri, hiperaktiv olurlar. O biri funksiyanın az olmasında yuxulluq olduğu halda burada isə daimi yuxusuzluq narahat edir xəstələri. Dəri quruluğu vəznin funksiyasının azlığına işarət edirsə, burada davamlı olaraq tərləmələr xəstəni müşahidə eləyir. Bu kimi əlamətlər varsa biz zob xəstəliyindən şübhələnə bilərik. Mən efirə gələndə bizə məlumat verdilər ki, pasiyentimiz zob xəstəliyi ilə bağlı bizə müraciət edib. İstəyirdim onu bir dinləyək, şikayətlərinə baxaq, ondan sonra davam edərik. Sayanda mən özümdə 3-ün 4-ün artıq yadıma yoxlanmalıyam. Söhbət bəli, Tavat xanımdan gedir. Buyurun Tavat xanım, hər vaxtınız xeyirli olsun. Buyurun. Buyurun bura. Həkimin yanına, dərhal həkim baxıb. Əks tərəfində, burada deyanın ən yaxşısı var, buradan danışmaq daha rahat olacaq. 66 yaş. Bəli. Və səhv eləmirəmsə 30 ildir ki, qalxana bənzər vəzdən əziyyət çəkir. Bəlkə də çox. Bəlkə də çox. Buyur. Demək, ilk öncə qalxanvarı vəzin müayinəsi necə aparılır, o haqda sizə məlumat verim. Pasiyentimiz önə keçsin, zəhmət olmasa. Demək, biz pasiyentdə bu şəkildə qalxanvarı vəzni əllə müayinə edirik. Bax, əlim toxunduğum nahiyədə qalxanvarı vəzi yerləşir. Pasiyentə udqunmanı təklif edirik. Buyurun, udqunun, zəhmət olmasa. Udqunan zaman böyümüş vəzi əllə əllənir və yuxarı aşağı gedir. Barmağımızda onun ölçüləri, onun üzərindəki nahamarlıq və düyünlərin olub-olmamasını kobud şəkildə də olsa belə əllə biz müayinə edə bilərik. Demək, digər əlamətlər bayaq sadaladığımdır. O artıq onun funksiyasına bağlı olan əlamətlərdir. Onları soruşmalıyam. Bayaqları sadaladığım şeyləri sual şəklində verirəm. Sizi hal-hazırda narahat edən nədir? Hansı əlamətlərdir? Doktor, tez yoruluram. Bəli. Yuxusuzluq, çox tərləmə, yerli-yersiz gecə. Haçan baxıram, bütün sudur bədən. Bəli. Fikir versə, mən bayaq sadaladığım əlamətləri görə bilirsiniz. Yuxulu kimiyəm, amma yata bilmirəm. Bəli. Bunlar qalxanvarı vəznin hormonlarının normadan ya aşağı, ya yuxarı olduğu halda müəyyən olunur. Onları təbii ki, laborator analizlər vasitəsilə təsbit edirik ki, sadaladığı əlamətlər vəznin hiper və yaxud da hipofunksiyasına aiddir. Biz pasiyentimizi dəvət edirik bizim Funda Hospitala ətraflı müayinələrdən keçməyə. Biz orada qalxanvarı vəzin həm ultrasəs müayinəsini edəcəyik. Bayaq əllə toxunduğum, yoxladığım nüansları artıq millimetrik olaraq qalxanvarı vəzin ultrasəs müayinəsi bizə ortaya qoyacaqdır. Düyün vardırsa onun xarakteri, bərkliyi, içində kalsinatlar dediyimiz risk yaradan, çeyir riski, yəni törəmə riski yaradan faktorların olub-olmağı, yanında limfa düyünlərində gedən dəyişikliklər, onların düyünlə nə qədər həmahəng uyğunluq təşkil edib eləmədiyi
Birinci növbədə biləsiniz ki, ultrasəs müayinə risk dəyərləndirmə metodudur. Yəni, əllə yoxladığımız məsələnin onkoloji riskinin dəyərləndirilməsində rol oynayır. Birinci növbədə istənilən bir törəmə varsa, həkimin ağlına birinci bu məsələlər gəlir. Əgər düyün varsa, bir həcmli törəmə varsa, bunun huyu, yəni xoş və ya da bəd xassəli olub-olması araşdırılmalıdır. Əgər belə bir risk varsa, təbii ki, UZI heç vaxt ona diaqnoz qoymur, sadəcə riski müəyyənləşdirir. O zaman əsaslandırılmış şəkildə biopsiya materialı alınır. Əgər düyün yoxdursa, o zaman qanda biz hormonlara baxırıq. Hormonların azlığı və ya da çoxluğu xanımın sadaladığı şikayətləri yaradan faktorlardır. Bu zaman onun müvafiq olaraq, əgər hormonlar azdırsa, onları artıran, yüksəlibsə, yəni zəhərli zob istiqamətində gedibsə, onu azaldan müalicə təyin olunur. Müalicə çox bəsit 1-2 dərman vasitəsilə aparılır və ən çox hallarda 4-6 həftə ərzində bu şikayətlərin tam geri çəkilməsi ilə müşahidə olunur. Bəzi xronik qalxanvarı vəzi xəstəlikləri vardır. Bunlar autoimmun xəstəliklərdir. Auto özü immunitet deməkdir. Yəni, bəzi antitellərin qalxanvarı vəzi funksiyasını bloklaması nəticəsində mütəmadi müalicə tələb edən bir durumdur və müntəzəm olaraq əvəz edici terapiya aparırıq hormonal preparatlarla. Amma xəstəliyin şikayətləri daim belə deyək, müşahidə altında qalır, daim nəzarətdə olur və heç zamanda pozulmur. Həm də dərmanlardan çox yükləmirsiniz. Bəli, 1-2 preparatlarla bu qalxanvarı vəzi xəstəliklərini tam müalicə etmək mümkündür. Biz pasiyentimizi vaxt yubatmadan klinikamıza dəvət edirik. Növbəti günlərin birində yaxınlaşacaqdır, müayinədən keçəcəkdir. Mən gələn efir növbəti həftənin 2-ci günü xanımdakı şikayətlərinin hansı hormonlarla bağlı olduğu və neçə müddətə tam keçəcəyi haqqında sizə məlumat verəcəyik. İnşallah, inşallah. Oldu Tavat xanım, inşallah 66 yaşı var Tavat xanımın və 30 ildir ki, bəlkə də 30 ildən artıqdır ki, həmin o zobdan əziyyət çəkir və bütün bunların hamısıyla bağlı və İlkin həkim də bizim endokrinoloqumuz Söhbət Funda Hospitalının endokrinoloji şöbəsinin müdüründən gedir və burada da endokrinologiyaya bağlı olan bütün məsələlər, bütün problemlər, xəstəliklər, hamısı ilə bağlı hansısa bir çətinlik varsa mütləq İlkin həkimə müraciət eləmək lazımdır. 077 347 27 27. Bir də İlkin həkimin telefon nömrəsi. Bir sual, bir məsələni də vurğulayım. Nə yaxşı ki, Kamil bəy mən burada gördüm. Demək, Kamil bəy peşəkar şəkildə bu idmanla məşğuldur. İllərdir biz onu izləyirik və bir çox pasiyentlər, pasiyent deyək biz onlara, biz onlara pasiyent kimi baxırıq. Onlar isə idmançılar kimi baxır, məşq elətdirdiyi şəxslər kimi baxır. Onların bəzində özü də görüb ki, metabolik problemlər olur, çəki problemləri olur. Onlara fiziki aktivlik mütləqdir, şərtdir. Onları sadədən mürəkkəbə hansı hərəkət vermək lazımdır? Kamil bəy bunu illərlə edir. Amma bəzən bu pasiyentlərdə bir insülin dirənci olur, bu çəki vermələrinə problem yaradır onların. Qalxanvarı vəzlərinin hipofunksiyası olur, yəni qanda yodlu hormonların azlığı olur ki, bu da çəki vermənin çətinliyinə gətirib çıxarır ki, yəni düşünürəm ki, idman və diyeta ilə bağlı Bəzən də, İlkin doktor, onlar məsəl üçün elə bilirlər ki, bu yedikləri hər bir şeyi yağsız. Elə bilirlər ki, onları arıqladır. Amma bəzən də onlarda yod çatışmamazlığına gətirib çıxardır. Digər problemlərin insulin yetməzliyinə və digər nələrisə hər şey diyeta deyil. Hər diyetikdə yemək olmaz. Sənin bədənində olan sağlıq problemlərinə uyğun da qidalar qəbul eləməlisən. İstəyir zob olsun, istəyir insulin dirənci olsun və digər problemlərin varsa, qarmalar pozğunluqlar, bütün o pəhriz yeməkləri hamısı sənə xeyir olmaya bilər. Ona görə də düzgün qaydada həkimlə məsləhətləşib, ondan sonra idmanı eləməlisən ki, o səndə sonra çəki problemi dirənməsin. Başa düşdünüzmü? Qida demişkən.